Gövdə skeleti yalnız düz sümüklərdən təşkil olunubdur? Xeyr. Çünki tək sümüklər də var, onurğadır və döş sümüyüdür. İki cür sümük ilə olan sümüklərdən ibarətdir. Bu borlu sümüklərdir və borlu sümük burada olmur. Yox, olmaz. Yalnız tək sümüklərdən təşkil olunmuşdur. Xeyr, qabırğalar var, cüt sümük də vardı. Çünki gövdə skeletinə bilirik onurğa aiddir, qabırğa aiddir, bir ədəd də döş sümüyü aiddir. Onurğamız qarışıq sümüklərdir, fəqərələrin hər biri. Qabırğalar yastı sümükdür və cüt sümüklərdir. Cüt, bir də yastı sümüklərdir. Döş sümüyü də tək sümükdür, yəni bizə çəki cüt soruşurdu. Yastı sümüklərlə birləşmə əmələ gətirir, bu düzgün cavabdır. Niyə? Çünki gövdə skeleti çanağa birləşibdir, yastı sümükdür. Yəni yastı sümükləri birləşmə əmələ gətirir deyir, təbiidir ki, bu düzdür. Bir də körpücüyə birləşibdir, qarışıq sümükdür. Yastı hissəsini biz götürə bilərik. Borlu sümüklərlə bilavasitə birləşir. Xeyr, borlu sümük bazu sait bud baldır sümüyüdür və bilavasitə gövdə skeletinə birləşmir. Borlu sümüklərimiz birləşirdi ətrafın qurşaq hissəsinə. Düzgün cavab yastı sümüklərlə birləşmə əmələ gətirir.